Ben başladım, gəldim özünə nə gəldim. Allah evi olmayan hər bir şəxsə təqdim edəcəyim evdən qismət etsin. Dəyərli dostlarımız, hal-hazırda şəlaləmizin çəkilişini davam etdirirəm. Dəyərli dostlarımız, su təzyiqi öz sözünü deyir. Keçək evin ümumi həyətyanı sahəsi ilə, üst fasadı ilə tanış olaq və şəlalə ilə də tanış olacaq dəyərli dostlarımız. Düşünərsiniz ki, bu mülkümüzün qiyməti milyonu keçir. Yox, dəyərli dostlarımız, 499.000 manata, 499.000 manata 10 sot torpaq sahəsinin üzərində sizlərə 610 kvadratlıq tam çıxarışlı evin də, torpağın da çıxarışı olan sizlərə şəxsi tikili mülk təqdim edirəm. Mülkümüz yerləşir Mehtabat qəsəbəsinin əla bir yerində. Qarabağ Şadlıq evinin arxa tərəfində, məktəbə və bütün yaşa obyektlərinə yaxın bir ərazidə 3 mərtəbə 7 otaqdan ibarətdir. 7 otaqdan hal-hazırda çəkilişə evin həyətyanı sahəsində yerləşən 2-ci mərtəbədən təqdimata başlamışam dəyərli dostlarımız. Videoya sonuna qədər baxın ki, belə gözəl mülkü qaçırtmayasınız dəyərli dostlarımız. Ümumi olaraq geniş bir şəkildə həyətyanı sahəsini sizlərə təqdim edirəm. Çəkilişə qarşı tərəfdən başlamışdım. Videoya sonuna qədər baxın. Həyətyanı sahə evin üst fasadı ağlay daşlarla örtülüb. Mərkəzi giriş darvazasıdır, kaletka qapı, yerləşmə yeri ön cərgədədir. Yolla məsafəsi 100 metrlik, məktəblə məsafəsi 300 metrdir dəyərli dostlarımız. Bu ərazidə, bu mükəmməl evin qiyməti 1 milyonu da keçir hətta. Amma sizlərə endirimli, əlyandımı qiymətə 499.000 manata sizlərə mükəmməl bir mülk təqdim edirəm. Həyətində yaşıllığı var. 100 ədəd ev sahibi bildirdi ki, 100 ədəd ağac sahəsi var. Burada toyuq cüzə saxlamaq üçün, nə bilim, heyvan saxlamaq üçün yuvası da var, heyvan hini də var. Həyətində manqalxana, besetka, nə desən həyətyanı sahədə var da dəyərli dostlarımız. Hətta arı saxlamaq üçün də arı yeşikləri də var. Həyətin besetkasıdır. Şəlaləni təqdim etdim, bağladım ki, su aparmasın buraları. Dəyərli dostlarımız, besetka sahəsi tavanı apşifka taxtalarla işlənilib. Çox gözəl, bahalı bir iş görülmüş. Sizlərə şəxsi mükəmməl həyət evi təqdim edirəm. Dəyərli dostlarımız, ideal bir tikilidir, ideal. Hətta evin qiymətində də real müştərilər olarsa, endirim nəzərdə tutulub. Videomuz biraz vaxt aparacaq, sonuna qədər baxın. Sizlərə həyətyanı sahədə yerləşən digər otaqları və qaraj sahəsinin hamısını təqdim eləyəcəm. Burada yerləşir evin qaraj sahəsi. İstəsəz buranı idman zalıdır, ləğv edə bilərsiniz dəyərli dostlarımız. Dünya çempionu, qat-qat dünya çempionunun evini sizlərə təqdim edirəm. Mərkəzi qarajın giriş darvazasıdır. Padval sahəsi var, 2 ədəd padval sahəsi, hətta buranın 2 ədəd padval sahəsi var. Buradan təqdim edəcəm, düşüb göstərməyə ehtiyac yoxdur. Sol tərəfə və sağ tərəfə keçid etmək mümkündür padval sahələrində. Dəyərli dostlarımız, evin ümumi üst fasadı ilə bir daha sizləri tanış edirəm. 3 mərtəbə 7 otaqdan ibarətdir. 7 otaqdan 055 291 35 65 mənim əlaqə nömrəmdir. Həyət üçün yerləşən sanitar qovşaqlardır. Burada yerləşir mətbəx sahəsi, burada yerləşir sanitar qovşaq sahəsi. Həyətdə əlavə olaraq 2 ədəd su çəni, baseyni, hər bir şeyi var. Evin parnoyuna kimi var. Həyət üçün krantı, evin 4 bir tərəfinə keçid etmək mümkündür. Cüt daşla inşa olunub. Mərtəbələr arası Sovetin panelindən istifadə olunub. İllərin tikili bir evin sizlərə təqdim edirəm. Və burada 2-ci mərtəbədə yerləşir bizim həm iş otağıdır, həm yataq otağı kimi də istifadə edə bilərsiniz. Bismillah eləyək, daxil olaq. Maşallah olsun, maşallah olsun. Dövlətimizin gözəl bir bayrağı da asılıb. Əlbəttə ki, belə olmalıdır. Dünya çempionusansa, bayraqdan istifadə etməlisən, dəyərli dostlarımız. Çox gözəl, çox mükəmməl sizlərə həyətyanı sahədə yerləşən evin istirahət güşəsindən çəkiliş edirəm, istirahət güşəsindən.
Buranın da istilik sistemlərinin xəttləri çəkilib. Da burada söhbət gedə bilməz. Qazıdır, suyudur, işığıdır, kanalizasiyasıdır. Hamısı da mərkəzidir. İstirahət otağının kondisioneri, kombi aparatının yerinə kimi hamısı mükəmməl qaydada çəkilib tamamilə hazır bir vəziyyətdədir. Dəyərli dostlarımız, ümumi evin üst fasadı ilə sizləri bir daha tanış edirəm. Qeyd edim ki, evin hər bir tərəfinə keçid etmək mümkündür. 10 sot torpaq sahəsinin üzərindədir. Bu mükəmməl, əzəmətli mülkü başa gətirmək üçün 1 milyondan yuxarı vəsait lazımdır, dəyərli dostlarımız. Elə təkcə evin ümumi üst fasadına yarım milyonluq pul işlənilib. Amma təcili əlyandımı satıldığına görə evimiz satılır 499 min manata. Keçid edək evin yan və digər tərəflərinə. Hər tərəfdə idman alətləri var, dəyərli dostlarımız. Burada yerləşir ehtiyac su çəni, baseyni. Əlavə olaraq texniki otaq sahəsi. Texniki otaq sahəsi, artıq əşyalarınızı yığa bilərsiniz. Evin hər bir tərəfinə keçid etmək mümkündür. 4 bir tərəfdən ev ağlay daşlarla örtülüb. Dəyərli dostlarımız, süpürkəliyinə kimi vurulub. Həyətyanı sahə gözəl çay daşları ilə işlənmə bəzəkli çay daşları kimi işlənilib. Keçid edirik hər tərəfə doğru. Bundan gözəl, əzəmətli mülk nə axtarırsan, sonuna qədər bax, evin parnoyuna kimi sizlərə təqdim edəcəm. 4 bir tərəfə keçid etdiyi həyətyanı sahə, evin ümumi üst fasadı, hamısı əl işləmələri ilə ağlay daşlarla işlənilib. Mehtabat qəsəbəsinin əla bir yerində, Qarabağ Şallıq evinin tam yaxınlığında, həyətyanı sahədə bir daha qeyd edeyim, 100 ədəd ağac sahəsi var, hal-hazırda meyvə gətirən ağaclarına kimi var və maşallah olsun, 4 ədəd gözəl bir pələng, şir, gözəl evin hər tərəfində kürsü sahəsi yetəri qədər var. Keçid edək evin içərisinə doğru. Həyətyanı sahəni sizlərə təqdim etdiyim dəyərli dostlarımız. Bismillah eləyək, keçək evin içərisinə doğru. Ya Allah! Evin içinə daxil oluruq, dəyərli dostlarımız. Gözəl, mükəmməl, əzəmətli bir mülk təqdim edirəm sizlərə. Dəhliz vasitəsilə otaqlara bölgülərdir. 2-ci mərtəbəyə qalxan beton pilləkənlər fıstıq ağacı ilə işlənmə taxta vurulub üzərisinə, dəyərli dostlarımız. Solda yerləşir evin qonaq otağı, duvuqlarını gözəl, bahalı bir qapı sahəsi yığılıb. Çox böyük bir qonaq otağı var. Ümumilikdə evin kvadrat sahəsi 610 kvadratdır, 610 kvadrat. Evimiz tam əşyasız satılır. Polu parket işləmədir, əl işləmələri ilə işlənmə parketdir, dəyərli dostlarımız. Maşallah olsun. Evin mərtəbə arası hündürlük məsafəsi 4 metrdir. Kalon rigellərdən istifadə olunub, ara kəsmələrdə də bilinir. Rigel kalonlardan istifadə olunub, dəyərli dostlarımız. Şəxsi özünə tikilmə bir mülk axtaranlar buyurub zəng edə bilərlər. 499 min manata, maşallah olsun sizlərə möhtəşəm, mükəmməl mülk təqdim edirik. Pilləkən altı kladovka sahəsi, burada da artıq əşyalarınızı yığa bilərsiniz. 1-ci mərtəbəyə məxsus olan yataq otaqlarından biridir. Bura iş otağı kimi nəzərdə tutulub. Tavan sahəsi apşifka taxtadır. Gözəl işlənmələr işlənilib. Maşallah olsun. İstirahət otağı. İstirahət otağı. Burada rahat şəkildə istirahət edə bilərsiniz. Hər mərtəbənin özünə məxsus sanitar qovşaq sahəsi var. Burada yerləşir sanuzel ayrı-ayrılıqdadır. Keçək hamam otağı ilə tanış olaq. Maşallah, böyüklüyə bax, dəyərli dostlarımız. Duş kabin, vanna və parnoyna kimi var burada. Parnoyna kimi. Gözəl bir hamam. Hamam otağını sizlərə təqdim edirəm. Parnoy sahəsi hal-hazırda işlək bir vəziyyətdədir. Pəncərəsi də evin həyətyanı sahəsinə baxır. Burada da söhbət gedə bilməz ki, pəncərələrin qabağı tamamilə açıqdır. Öz həyətyanı sahəsinə baxır. 10 sot torpaq sahəsinin üzərində necə bir mülk olmalıdır ki, pəncərəsinin qarşısı bağlı olsun. Demək, mərkəzi giriş qapısıdır, dəyərli dostlarımız. Əl işləmələri ilə pilləkən sahəsidir. Təqdim etdim sizlərə. Keçək, burada yerləşir evin mətbəx sahəsi. Çox gözəl bir mətbəx sahəsi var. Studio bar tipli yığılıb, dəyərli dostlarımız. Hamısı əl işləmələridir. Maşallah olsun, ev sahibi
Qazandığı pulun hamısını qoyub mülkün üstünə də, dəyərli dostlarımız. Çox gözəl bir mətbəx sahəsi var. Mətbəxin polu qranit sahələrlə üzlənilib. Qalxaq ikinci mərtəbəyə doğru. Evimizin içərisində olan əşyalar tamamilə götürüləcək. Qalan olsa, kondisionerlər qala bilər, dəyərli dostlarımız. Kombi aparatı qalır, mətbəx sahəsi qalır. İkinci mərtəbəyə qalxan gözəl bir pilləkən sahəsidir. Fıstıq ağacından yığılma pilləkən sahəsi. 499.000 manata. Vallahi billahi havayı da havayı. Çox gözəl bir əl işləmələri ilə işlənmə pilləkən sahəsi var. Tutacaqlarına kimi quraşdırılıb tamamilə hazırdır. İkinci mərtəbədə 5 ədəd yataq otağı var. 5 ədəd. Çox böyük bir dəhliz sahəsi var. Çox böyük bir dəhliz. Söz ola bilməz də dəhlizinə. Pəncərəsi eyvan sahəsinə baxır. Hər bir yataq otağından keçid etmək mümkündür. Digər tərəfdə olan yataq otağından və buradakı yataq otağından da keçid etmək olur. Böyük bir kvadratlara malik yataq otaqları var. Demək, buradan da eyvana keçid etmək olur. Dəyərli dostlarımız, videomuz çox uzanmasın deyə təqdim etmirəm. Gələrkən özünüz baxa bilərsiniz. İkinci mərtəbəyə məxsus olan ikinci yataq otağıdır. Tamamilə əl işləmələridir, polu taxta. Bu otaqdan da keçid etmək mümkündür. 4 metr hər mərtəbə 4 metr hündürlüyə malikdir. 4 metr hündürlüyə. Demək, digər yataq otaqları ilə da tanış olaq. Üçüncü yataq otağıdır, 2 ədəd pəncərə sahəsi var. Kombi aparatının üzü də taxta işləmələrlə işlənilib. Burada da iş otağı kimi, ya uşaq otağı kimi nəzərdə tutulub, dəyərli dostlarımız. Belə bir xudmani bir otaq sahəsi var, bəlkə də bir 8-10 kvadrat olar. 5-ci otaqla da sizləri tanış edirəm. 4-cü otaq uşaq yataq otağı idi. Bu da 5-ci otaq. Hətta qeyd edim ki, mansara da çıxış edəcəyik, dəyərli dostlarımız. Burada da yerləşir 2-ci mərtəbənin sanitar qovşaq sahəsi və mansara çıxış pilləkəni, dəyərli dostlarımız. Çıxaq mansarı da sizlərə təqdim edim. Dəyərli dostlarımız, gəldik, çıxdıq mansara doğru. Gözəl bir mansar sahəsi var. Super də super. Videoda necə görsənir bilmirəm. Gələrkən tamamilə əl işləmələri ilə işlənmiş sizlərə əl işi təqdim edəcəm, dəyərli dostlarımız. 499.000 manata 10 sot torpaq sahəsinin üzərində şəxsi özünə tikilmə 610 kvadratdan ibarət sizlərə mülk təqdim etdim. Sağ olun, sağlıqla qalın. Videonun sonuna qədər izlədiyiniz üçün təşəkkürlər.